Keçirik çökmə süxurlar. Çökmə süxurlar adından da göründüyü kimi maqmatik süxurun dağılıb parçalanması nəticəsində həmin süxurlar gedir bir çökək ərazidə toplanır, olur çökmə süxur. Yəni çökmə süxur maqmatik süxurun dağılmasından yaranan süxurdur, belə deyək. Çökmə süxurlar özü iki yerə bölünür. Üzvü, bir də qeyri-üzvü. Üzvü, yəni bitki və heyvan qalıqları olmalıdır onun tərkibində. Bu əsasən istilik verən faydalı qazıntıları yadınızdan saxlaya bilərsiniz. Üzvü neft, qaz, daş kömür, yanar, şist, torf, bircə təbaşirdir, fosforitdir, əhəng daşıdır, bir də apatitdir. Bunlar istilik vermir, amma bitki mənşəlidir. Yadınızda qalsın. Yəni bitki və heyvan qalıqlarının süxura qatılması nəticəsində yaranan süxurlardır. Bir də deyirik, çökmə süxurları iki yerə bölünür. Üzvü, qeyri-üzvü süxurlar. Üzvü, dedik ki, bitki və heyvan qalıqları var. Əsasən yanan, yəni istilik verən faydalı qazıntılar üzvüdür. Neft, bax, yanır, istilik verir. Qazdır, daş kömürdür, yanar, şistdir, kömürə oxşuyur. Kömür özüdür, daş kömür özüdür, qonur kömür fərqi yoxdur. Bunlar hamısı istilik verir. Ona görə üzvüdür. Bunda nələr var? Fosforitdir, apatitdir, eyni zamanda təbaşirdir, əhəng daşıdır. Bunlar da bitki və heyvan qalıqlarından yaranan süxurlardır. Bəs yaxşı, qeyri-üzvü nədir? Qeyri-üzvü əsasən bitki və heyvan qalığı onun tərkibində yoxdur. İki yerə bölünür. Qırıntı, bir də kimyəvi. Qırıntı çay daşından yadınızda saxlayın. Çaya gedirik, axan çayın içində görürsünüz müxtəlif daşlar olur. Qırıntıya qumdur, çınqıldır, gildir, yəni torpaqdır, çay daşıdır. Bunlar hamısı qırıntı. Qırıntı çökmə süxurdur. Kimyəvi isə suda rahatlıqla həll olunan, yəni biz onu suya töküb qarışdıra bilirik. Kalium duzudur, xörək duzudur, cipsdir, dolomitdir, mergeldir, təbaşirə oxşuyur bu mergeldə. Bunlar deməli kimyəvi çökmə süxurlardır. Bir də deyək, çökmə süxurlar çökək ərazilərdə toplanır. Yəni dağlıq, hündür ərazidə biz çökmə süxurlara rast gələ bilmərik. Ancaq düzən çökək ərazilərdə biz keçəcəyik, ovalıqlarda əsasən buna rast gələcəyik. Çökmə süxurlar iki yerə bölünür. Üzvü, qeyri-üzvü. Üzvü bitki və heyvan qalıqları olur. Əsasən yanıb istilik verənlərdir. Düzdür, içində istisnalar da dedik ki, fosforitdir, apatitdir, təbaşirdir, əhəng daşıdır. Bunlar istilik verməsə də, amma üzvü növünə aiddir. Qeyri-üzvüyə isə qırıntı və kimyəvidir. Qırıntı daşdır, daşdan yarananlardır. Daş, çınqıl, qum, gil, çay daşı və s. Kimyəvi isə suda rahatlıqla həll olanlardır. Duzdur, müxtəlif duzlar, xörək duzu, kalium duzu, daş duz, hamısını deyə bilərsiniz. Cipsdir, dolomitdir, mergeldir. Bunlar da kimyəvi çökmə süxurlardır.